Media Doktor, sağlığın varlığındır. Hər vaxtınız xeyir olsun. Media FM-in efirində Media Doktoru dinləyirsiniz. Sizinlə aparıcınız mənəm Sona Buynina. Yaxın bir saat ərzində sizinlə maraqlı bir müzakirənin şahidi olacağıq, dinləyəcəyik mütəxəssisimizi və bugün bizim mütəxəssisimiz uşaqların psixologiyasından danışacaq. Xüsusilə də biz bugün asosiallıqdan danışacağıq ki, niyə bugün uşaqlar daha çox asosial olur, yəni başqa insanlara qaynayıb qarışmırlar. Bax, bunun səbəblərini mütəxəssisimizlə birlikdə müzakirə edəcəyik. Bugün mənim həm söhbətim Rəşidə Allahverdiyevadır. Amerika Psixologiya Assosiasiyasının üzvü, Oxu Tədris Mərkəzinin rəhbəri. Biz bugün Rəşidə xanımla elə bir mövzunu müzakirə edirik ki, mən çox istəyərdim valideynlərimiz də bu məsələ ilə bağlı çox diqqətli olsunlar və belə deyək, bizə qoşulsunlar öz fikirləri ilə. Bizimlə əlaqə saxlamaq istəyən dinləyicilərimiz 055 999 1055 nömrəsini yığaraq əlaqə saxlaya bilərlər. WhatsApp-dan yazmaq istəyənlər isə 070 515 1055 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Bizə yazmaq üçündür bu nömrəmizdə. Və sabah Dünya Uşaq Günü olaraq qeyd olunur. Və bu günə özəl olaraq biz həm də seçdik ki, uşaqların psixoloji durumlarından danışaq, onların insanlara qaynayıb qarışmamasından danışaq. Rəşidə xanım, xoş gəldiniz. Salamlayıram mən də sizi. Təşəkkür edirəm dəvətiniz üçün, var olun. Hər vaxtınız xeyir olsun. Sabah Beynəlxalq Uşaq Günüdür, Rəşidə xanım. Və mövzu üçün sizə təşəkkür edirəm. Uşaqların asosiallığı ilə bağlı bir müzakirə aparacağıq. Yəni, sosiallaşmaması uşaqların, başqa insanlara qaynayıb qarışmaması, sözün əsl mənasında özünə qapanması deyə bilərik, həm də buna bir adla. Bəzən o asosiallıq deyəndə biraz adı yad görünə bilər dinləyicimizə. Bu mütəxəssis üçün daha danışan bir termindir, amma insanlara çətin ola bilir. Amma istənilən halda sayənizdə biz bugün bunu açıqlayacağıq. Həm də bildiyim qədərilə bununla bağlı bir tədbir də reallaşdırmısınız. Bəli. Bir neçə həftə bundan öncə biz Türkiyə psixoloqları ilə bərabər, yəni başda doktor Fərhad Aslan olmaqla ümumi psixologiya mütəxəssisləri, eyni zamanda loqopedlər, pedaqoqlarla bərabər böyük bir təlim verdik, sırf uşaqların beynəlxalq günü ilə əlaqədar olaraq ki, burada biz uşaqla necə davranılmalıdır və oradakı mövzu olaraqdan da elə məhz bu mövzunu seçmişdik ki, səssiz dünyadan özünü kəşfə, yəni uşaqların asosiallıq durumlarını nəzərə alaraqdan. Rəşidə xanım, belə bir sual verəcəm. Bugün asosial olan uşaqlar çoxdurmu? Belə balalarımız çoxdurmu? Mövzuya mən ümumiyyətlə əgər uşaq deyiriksə, biz qısa şəkildə bunu deyə bilərəm ki, uşaq deyiriksə bütün dünya susmalıdır. Yəni bütün qaydalar, bütün qanunlar, artıq uşaq adı gəldisə hər şey dayanmalıdır. Çünki gələcəyin şəxsiyyətini əgər yetişdirmək istəyiriksə, uşaqdan başlayırıq da, yəni hər şey ondan başlayır. Əgər bir uşaq bugün utanır, çəkinir, özünə qapanırsa, əmin olun ki, zaman gələndə hansısa bir şəxsiyyət pozuntusu sizin qarşınızda duracaq. Bu dəqiqə ən çox insanların tanıdığı, bildiyi, qaçınan şəxsiyyət tipi olsun, hansı ki özünə güvəni yoxdur və bütün hər şeydə mən bacarıqsızam, mən heç nəyi bilmirəm, gözəl deyiləm. Yəni indiki gənclərdə ən çox bununla biz rastlaşırıq. Daha sonra məsələn asılı şəxsiyyət tipi, hansı ki anasının, atasının, sevdiyi insanın fikirləri olmadan özünü həyata təsdiqləyə bilməyən insanlardır. Hər kəsin bildiyi narsist şəxsiyyət pozuntusu, hansı ki kökündə özünü dəyərsizlik hissi var. Daha sonra məsələn daha ağır bir durum olaraqdan asılı şəxsiyyət tipini gətirə bilərik ki, misal olaraqdan antisosial şəxsiyyət tipi, hansı ki bütün sosial cəmiyyətə qarşı çıxan insanlardır. Siz əmin olun ki, biz bir psixoloq kimi bunu həm öz araşdırmalarım, eyni zamanda Ümumi Psixologiya Assosiasiyası üzvləri olaraqdan bizim araşdırmalarımızdan buradan bəlli olur ki, bütün şəxsiyyət pozuntuların başında məhz uşaqlıq vəziyyətləri, uşaqlıq travmaları durur. Bəs uşaqlıq travmaları deyəndə bunlar hansıdır? Necə olur? Niyə bir uşaq, niyə bir körpə evində sağlam şəkildə böyümür? Niyə sağlam mühitdə böyümür? Bəli. Bəzən valideynlərin yanlış yanaşmaları məhz buradan başlayır. Çox zaman deyirik,
çox sakit uşaqdır. Heç yəni səsi çıxmır. Yox, narahat olma, əmisi, dayısı narahat olma. Belə ağıllı deyil, bilirsən hara getsə oturacaq. Xeyr, uşaq deyil bu. Belə olmalı deyildi. Həmin o səssiz dünyanın içərisində özünə qapanan, özünü içində böyük bir fırtına qopan uşaq var əslində. Uşaq səs-küy salmalıdır, uşaq aktiv olmalıdır, uşaq fikirlərini ifadə etməlidir, uşaq rədd etməlidir verdiyin hər hansısa bir məsələni. Bəzən valideynlər gəlirlər, ən çox müəllimə bilirsiniz necə hər şeylə razılaşır, yəni heç məni narahat eləmir. Bu ola bilməz. Artıq problem var. Əgər bir uşaq susursa, bilin ki, daxili böyük bir fırtına qopur. Bir uşağın daxilində ciddi bir fırtına qopur. Amma Rəşidə xanım, yəqin ki, sözümə belə deyək, dəstək verərsiniz. Bizdə tam əksi adlanır həmin uşaqlar. Təbii ağıllıdır, təbii çox ki, ağıllıdır uşaq. Mən bunu həmişə deyirəm ki, uşaq əgər oynamırsa, hoppanıb düşmürsə, yəni bir şeylər etmirsə, o uşağı ağıllı demək olmaz. Çünki uşağın inkişaf dövrüdür və o hər oyunuyla öyrənir. Niyəsə bizdə sakit dayanan uşaqlara ağıllı uşaq adı yapışdırılır. Halbuki uşaq belə olub ağıllı olmur yəni. Şəxsən öz araşdırmam və öz tədqiqatımdan birini danışacağam. Bu mənim öz sinif yoldaşımın həyatından gətirirəm burada. Bəli. Sinifimizdə çox sakit biri idi, hansı ki heç vaxt səsi çıxmazdı. Bütün müəllimlər dərslərində geri qalsa da, müəllimlər onun davranışlarına görə, yəni hansı ki sakit dururdu, ona görə dəyərləndirib ona hamı bir 3 qiymətini yazırdı ki, yəni uşaq sinifdən sinifə ötürülə bilsin. Amma sonunda nə oldu? Bəli, sonunda nə oldu və sonunda ortaya nəticə olaraqdan Allah qorusun, təbii ki, uşaq öz qardaşının ölümünə səbəb oldu. Həmin o dediyimiz sakit və gənc yaşında artıq özünü bir şəxsiyyət olaraq, mən indi bir psixoloq olaraqdan danışıram ki, məsələn, artıq antisosial şəxsiyyət pozuntusundan əziyyət çəkirdi və eyni zamanda qarşıya da qardaşının qətlinə səbəb olacaq birinə çevrildi. Və bu ona görə də bir daha sübut edir ki, əgər bugün hansısa bir problemlə əziyyət çəkən insanların biz əvvəlinə baxdıqda görürük ki, bunlar hər biri uşaqlıqdan qaynaqlanır. Uşağın həyatında ən vacib nüanslar var. Hansı ki, bu həm ətraf mühitdir və bir də bu ailədir. Uşaq harda böyüyər? Ailədə. Əlbəttə. Sevgini hardan görməlidir? Ailədən. Valideynlərin ən böyük yanlış yanaşmaları, bəzən seansa gələndə deyirsən, uşağın durumunu bildirirsən, deyirsən ki, uşaqda sosiallıqdır, uşaq özünü təsdiqləyə bilmir. Deyir ki, müəllimə, indi ki belədir, artıq mən qərar verdim, nə istəsə onu eləyəcəm. Bundan sonra yəni onun istəkləri daha çox nəzərə alınacaq və yaxud da buraxacam, qoy rahat istədiyi kimi oynasın. Deyirəm, axı uşağın sizdən istədiyi o olmayıb. Uşaq onu istəyir. Uşaq deyir ki, diqqət istəyirəm. Uşaq deyir ki, ay ana, ay ata, mən varam, məni gör. Bəzən də o evdə deyir ki, ay müəllimə hara qoyuram dağıdır. Gedir, məsələn, qonaq gedir, orada ancaq yaramazlıqlar eləyir. Məni orada əsəbləşdirir. Mən mütləq deyir, qonaqların içərisində durub ona əsəbləşməsəm, o oturmayacaq yerində. Bu valideynlərimizə də təbii ki, dediyimiz bir söz var. Yəni, hər birinə ki, əslində o yaramazlıqlarıyla görünür. Siz başqa cür onu görmürsünüz. O sakit oturanda, o sizin istəklərinizi həyata keçirəndə siz zaten onu görmürdünüz. O yüzdən yaramazlıq etməklə təbii ki, özünü göstər. O yaramazlıqlar edir, sən hər hansı bir dəyər verdiyin əşyanı dağıdır ki, görün mənə anamla, atamla hansı reaksiya gələcək və reaksiya şiddətli olduqda nə olur? Uşaq sakitcə çəkilir. Deməli, nə sağlam bağ yoxdur. Və ondan sonra özünə, daxilinə qapanan uşaq nə olacaq? Artıq özünü yalnız şiddət və üzərində qışqırıq, əsəb, yalnız stres və özünü heç bir haldan bəyənməyəcək. Çünki onun bəyənəcəyi insan ananın, atanın birgə münasibətindən doğan o, necə deyim, sima idi. O uşaq ananı tək, anam məni bəyənir, yaxşı, xoşbəxtəm. Xeyr, atam da tək məni bəyənir. Yox, mən xoşbəxtəm, elə deyil. Ana və atanın birgə münasibətindən doğan sima, sanki bir üçüncü bir şəxs. Sözün əsl mənasında sevgi meyvəsi. Bəli. Ondan sonra artıq o özünə dəyəri, mən evladam, məni dəyərləndirən və məni qoruyan insanlar var və mən indi çox xoşbəxtəm. Mənim, məsələn, adətən valideynlərin ən böyük problemi,
məsələn psixoloji seansa gəlir, ilk konsultasiyada söhbət edirik, bildirir ki, müəllimə, bilirsiniz necə, mənim sözümə baxmır, yalan danışır. Yəni uşaq da oturub deyirəm ki, yəqin ki, balamızın digər bir yaxşı cəhətləri də var. Yox, məsələn, özünə xidmət bacarıqları var. Məsələn, mən çay istəsəm mənə çay. Dedim, niyə bəs söhbəti biz buradan başlamırıq? İndi hansı valideyni, məsələn, danışdırırsan, hər kəs uşağının pis cəhətlərindən danışacaq. Heç kəs yaxşılıqları görmür. Və bu da uşağımızı necə yönləndirir? Bir təsəvvür eləyin, sizin yalnız pisliklərinizi deyirik. Yəni, özünüzü necə hiss eləyə bilərsiniz? Yəni. Hətta siz... Həm də dolayısıyla bunu aşılayır uşağa. Bəli, və siz bilirsiniz, siz artıq özünüzü təsdiqləyən bir şəxssiz də. Amma bu hələ özünü formalaşdırır axı. Bu formalaşanda bəli, o səndən eşidir ki, sən yalancısan, bəli, mən yalancıyam, özünə inanır ona. Sən doğru danışmırsan və yaxud da sən düzgün dostlarına münasibət qura bilmirsən, bəli, mən beləyəm. Və biz nə etdik? Biz uşağın bütün durumlarını artıq blokadaya aldıq və sən özünü bu şəkildə gör və o da artıq indi biz qaydırıq ən əsas nədir? Uşağın özünü qiymətləndirməsi, uşağın daxili məni. Hansı ki bu 3 yaşından formalaşmalıdır. Uşağın daxili mənliyi, mənlik hissi. Bu mənəm. Hansı ki biz onu məsələn həm xüsusi qayğıya ehtiyacı olan uşaqlara, həm sağlam uşaqlara hər birini öyrədirik də. Bu mənlik hissi necə formalaşdı? Sanki bir daxili güzgü idi də bu bizim üçün. Uşaq özünə baxır. Necə güzgüdə özümüzü görürük? Bu şəkildə. Uşaq baxır özünə. Nəticə olaraq da nə görür? Yalancı, gücsüz, zəif, heç necə bacarmayan, hər şeydə özünü geri salan. Onu gördüyü oldu. Deməli nə oldu? O güzgü artıq dağıldı. Güzgüsü qırılmış bir uşaq artıq o bir şəxsiyyət kimi yoxdur. Aydındır. Deməli ki, yəni valideynlər özləri bunu əslində formalaşdırırlar. Bu problemi valideyn özü yaradır. Bəli. Və bir də ən çox bilirsiniz necə adətən o deyir həkimə kim müraciət edir? Artıq pik həddə çatmış xəstəlik, ağırlı vəziyyət və bizim bu saydığımız halları da görəndə nə deyirlər? Deyir ki, yəni ay müəllimə, olsun da bütün uşaqlarda var. Hal-hazırda yəni bütün, bəli. Bu da təsəlliləri. Bəli, bəli. Yəni zamanla keçəcək və yaxud da həyatda özünü təsdiq etməyə çalışacaq. Xeyr. Sənin tərbiyə edə bilmədiyin uşağı mühit tərbiyələndirəcək. Və bu hansı mühitdir? Bəli, bəli, dırnaq altında tərbiyələndirəcək. Bu hansı mühitdir? Sənin hansı ki bəyənmədiyin və sənin hansı ki qovduğun. Çünki o uşaq görəcək ki, yəni mənim anam, atam mənə dəyər vermədi. Mən artıq kənardan axtaracam. Görəsən məni, məsələn, hal-hazırda məndə psixoloji seansda bir qız var, yeniyetməli yaş dövründədir. Məsələn, o uşaq da çox ağır gəlir mənə. Yəni bu durumlar həqiqətən bərbad bir haldır. Soruşduqda ki, həyatda nə istəyirsən? Deyirəm, ən çox sevdiyin nədir? Deyir, qorunmaq. Qorunmaq. Siz təsəvvür edə bilirsinizmi? 12 yaşında bir qız bunu deyə bilərmi? Deyirəm, bəs səni yaxşı, nə gözəl deyirəm. Deyirəm, necə fərqli düşünə bilirsən? Bəs qorunmaq deyəndə ilk ağlına kim gəlir? Yəni kimdən ən çox gücü alarsan? Kim səni qoruyar? Dedi, rəfiqəmlə. Və ən ağırı budur ki, evdə qardaşları, evdə atası olduğu halda bu uşaq qorunmasını kənarda axtarır. Kənarda axtarır və məhz biz bu uşaqdan danışırıq. Ona görə də valideynlərin ən böyük problemi məhz uşaqlarını düzgün tərbiyələndirmədikdə artıq bayaq dediyimiz kimi mühit onu istədiyi kimi tərbiyələndirir. Rəşdə xanım, qısa bir fasiləmiz olacaq. Fasilənin ardından davam eləyəcəyik. Bu arada dinləyicilərimizə demək istəyirəm ki, əlaqə saxlamaq istəyənlər varsa Rəşdə xanımla və təbii ki, Oxu Tədris Mərkəzi ilə 050 996 81 80 nömrəsini yığa bilərsiniz. Ünvan Qara Qarayevdir. Azər Manafov 37 durub 39 ünvanında yerləşir. Bir daha nömrəni xatırlatmaq istəyirəm. 050 996 81 80. Ola bilər ki, sizin də övladlarınızla, uşaqlarınızla ya da yeniyetmə çağında olan balalarınızla hər hansı bir problem varsa, buyurub müraciət eləyin. Rəşdə Allahverdiyeva studiyamızın qonağıdır. Amerika Psixologiya Assosiasiyasının həqiqi üzvü, Oxu Tədris Mərkəzinin rəhbəri. Media Doktor. Sağlığın varlığındır.
Media doktoru dinləyirsiniz. Studiyamızda qonağımız Rəşidə Allahverdiyeva, Amerika Psixologiya Assosiasiyasının həqiqi üzvü Oxu Tədris Mərkəzinin rəhbəri. Eyni zamanda mən istəyirəm Rəşidə xanımla bağlı bəzi məlumatları da dinləyicilərimizin diqqətinə çatdırım. Rəşidə xanım psixoloqdur, psixopedaqoqdur, psixoterapevtdir. Adətən psixopedaqoqlara çox ehtiyacı olur. Valideynlər adətən görürsünüz ki, müəyyən məsələlərdə, boşanmalarda bildiyim qədərilə psixopedaqoqlara çox ehtiyac duyulur. Ya da ki, hər hansı bir ailəvi faciələr yaşandıqda psixoloqların uşaqlara xüsusi yanaşmasına ehtiyac olduqda məhz belə mütəxəssis sözün əsl mənasında əlbəəl axtarılır. Məhz həmin mütəxəssislərdən biri bugün bizim studiyamızın qonağıdır. Eyni zamanda 18 illik bir pedaqoji fəaliyyəti var Rəşidə xanımın. 12 illik təkcə dövlət bağçasında müəllim kimi çalışıb. İsveçrə və Türkiyənin birgə layihəsi olan ERALab və IQ Tester professor və akademiklərlə birgə təlimdə spiker olaraq Rəşidə xanım iştirak eləyib və hal-hazırda həm də Oxu Tədris Mərkəzinin rəhbəri olaraq fəaliyyət göstərir. Bu arada vurğulayım ki, Oxu Tədris Mərkəzi Qara Qarayevdə yerləşir. Azər Manafov 37/39 ünvanında. Bir daha vurğulayıram, Qara Qarayevdə Azər Manafov 37/39 ünvanında. Əlaqə saxlamaq istəyən dinləyicilərimiz məhz Tədris Mərkəzi ilə 050 996 81 80 nömrəsini yığa bilərlər. 050 996 81 80 nömrəsini yığa bilərsiniz. Efirimizə qoşulmaq istəyirsinizsə 055 999 10 55 nömrəsi ixtiyarınızdadır. Rəşidə xanım, biz uşaqların asosiallığından danışırıq. Bugün təəssüflər olsun ki, yetəri qədər ətrafımızda asosial balalarımızı görürük. Bunun bəlasını düşünürəm ki, gələcəkdə bir cəmiyyət olaraq çəkəcəyik və hal-hazırda indidən artıq başlayıb bu. Və bugün siz mütəxəssislər, biz valideynlər, vətəndaşlar kim neynəməlidir həmin balalarımızı cəmiyyətə qazandırmaq üçün sözün əsl mənasında? Ümumiyyətlə bir valideynlərdən əsas başlayaq. Çünki hər şeyin başında ailədir. Təbii ki. Yəni burada valideynlərin birinci vacib olacaq məsələsi uşağına düzgün ana və düzgün ata olmaqdır. Bu düzgün deyərsiniz ki, ay müəllimə, necə eləyək ki, biz düzgün ana ata olaq? Yəni bunun üçün xüsusi bir şey lazım deyil. Yəni xüsusi bir qabiliyyət də lazım deyil. Sadəcə doğru şəkildə əlaqə qura bilmək və doğru yanaşa bilmək uşağa. Bunun üçün də yenə də deyirəm, uşağınla bəzən biz valideynə deyirik ki, nə zaman onunla göz kontaktı qurmusan? Deyir ki, necə yəni müəllimə, o nə deməkdir ki? Deyirəm, ümumiyyətlə göz-gözə gəldiyiniz anlar olur evdə. Deyir, valla heç tam deyəm ki, yoxdur. Çünki hal-hazırdakı durum, yəni mən xüsusi vurğuladığım bir valideyn deyil. Ümumi cəmiyyətdəki durum budur. Valideynlərin ən böyük problemlərindən biri uşaqlarla göz-gözə gələn yoxdur. Ana məcburən ya ev işlərinə məşğuldur, əgər işləyən anadırsa, məsələn, gəlir, təcili evlərini səliqəyə salır, işini görür ki, nəticəsi yaxşı olsun. Ata işləri ilə bağlı olaraq ya kompüter, ya telefon, ya da ki, vaxtını istirahətlə keçirmək istəyir. Öz işi ilə məşğuldur. Uşaq hardadır? Evdə uşaq hardadır? Uşaq məcburdur, ya atanı təmsil eləməlidir, o da telefonda oturmalıdır, ya da ki, oyuncaqları ilə. Necə? Bəlkə onun bir problemi var idi. Bəlkə hər hansısa bir oyuncağında yeni bir özündən bir maraqlı bir kəşf etmişdi. Kimdən bölüşsün bu hisslərini? Məhz bu hisslərini bölüşə bilməyən uşaq hal-hazırda ən böyük problemlərdən biri, hansı ki texnologiya dövrüdür, uşaqların asosial olmasının ən böyük səbəblərindən biri də məhz telefonlardır. İnsanlarla, ailə ilə, mühitlə əlaqə qura bilməyən uşaq harda özünü tapır? Telefonlarda. Virtual dünyada. Təbii ki. Bəli, yəni, virtual dünyada. Sosial şəbəkələr, oyunlar onun özünə dəyəri artıran bir haldır. Bəzən baxırsan ki, məsələn, adicə özümdə şəxsən götürüm, gizli-gizli bir də görürsünüz uşağın səhifəsini falan izləyirik də. Hər bir anada, hər bir atada olan bir şeylər. Belə bir kontrol olmalıdır. Amma tüşlər demiş, uşaqlara bunu çaktırmadan eləmək lazımdır. Təbii ki. Yəni onu bildirmək olmaz. Onlara bildirmək olmaz, bəli.
Amma baxdığında nələr görürsən? Baxırsan ki, heç gözləmədiyin bir şeylər. Yəni heç mən oğlumu belə təsəvvür eləmirdim. Mən qızımı belə təsəvvür eləmirdim. Nəyə baxırmış, nələ məşğul imiş? Nələrlə məşğul imiş, nələrə baxırmış. Niyə elə oldu görəsən? Zamanında sən onun yanında olmayanda, bayaq dediyimiz kimi, artıq o da özünə təsdiqi axtardı. Hardan tapdı? Yanlış yollardan. Və mən adətən bunu çox zaman çəkirəm bu misalı. Axı biz bilirik ki, oğlan uşaqları daha belə emosional, daha belə güclü, cəsarətli, döyüşkən hisslər olur axı. Və bu lazım idi ki, insanlarla münasibəti qursun. Adətən indi oğlanlarımız məsələn oynayırlar telefondan, oyunlardan, bütün bədəndəki olan enerjini o oyuna sərf edirlər. Sonda nə olur? Oyun bitdikdən sonra ayılanda cəmiyyətdə hansı uşaq olur? Qorxaq. Çünki onun orada yaşadığı o hisslər qaldı daxildə. Göstərə bilmədi. Üzdə nəyi göstərir? Qorxaqlığını və kişilik hisslərinin geridə qaldığı görünür hal-hazırda. Və biz indi bilirsiniz ki, ağır bir durumda. Hal-hazırda yəni cinsiyyət dəyişkənlikləri çoxalıb, durumlar ağırlaşıb. Ümumiyyətlə, məsələn, oğlanlardakı problemlər, qızlardakı problemlər. Bunların hər birinin əslində başında yenə də sosiallıq gəlir. Vaxtında ana, ata uşağını düzgün tərbiyələndirib, düzgün ortaya çıxarda bilsəydi, bu qədər problemlər yaranmazdı. Zamanla da bu problemlər getdikcə artır. Öz təcrübələrimizdən bir oğlanla bağlı olacaq bir təcrübəmi danışmaq istəyirik. Təbii ki, indi Oxu Tədris Mərkəzində hal-hazırda da yəni psixoloji seanslarımız davam edir. Deməli, 11 yaşındadır. Çox imkanlı bir ailənin uşağıdır. Və özəl məktəblərdə təhsil alır. Hansı ki, indi valideynləri çalışıblar ki, uşaq üçün hər bir şeyi qursunlar. Nəticə olaraqdan nə olub? Uşaq bir asosial uşaqdır. Travmalarına baxdıqda nələri görürük? Yəni, anadan soruşursan, ana deyir ki, bilmirəm, niyə belədir? Və biz eyni zamanda, siz qeyd elədiniz bayaqda, eyni zamanda biz uşaqların zəka səviyyəsində yoxlayırıq. Və bu zəka səviyyəsində uşağın donuq zəka olduğu ortaya çıxdı. Və bu da mənim üçün maraqlı gəldi ki, niyə də bu haldadır? Yəni, 11 yaşında bir gənc uşaq, yəni heç kəsinə münasibət qura bilmir. Travmaları yoxlasaq nə görsək yaxşıdır. Yəni ailə deyirik, ana, ata, bəli, istəyəndə məsələn uşağın yanındadır. Amma adi bir mağaza satıcısının uşağa vurğuladığı bir söz uşağın həyatını tamamilə məhv elədi. Uşaqdan soruşublar ki, mağazada bu travmadır. Yəni o hansı ildə həyatında nə vaxt olubsa özü zaten deyir. Məsələn 8 yaşında deyir, 7 yaşında deyir. Belə bir hadisə baş vermişdi və mən ondan sonra insanlarla heç kəslə danışmaq istəmirəm. Deməli, mağaza satıcısı soruşub ki, böyüyəndə nə olmaq istəyirsən? Bu da deyib ki, biznesmen, atam kimi. Uşağa avtomatik qayıdıb ki, səndən biznesmen olar, sənin qulaqların yekədir. Və bu söz, bax görürsünüz, əslində deyərdik ki, necə ola bilər də, mənim uşağım axı gül kimişə, ana da deyir, yəni heç nəyi yox idi. Ümumiyyətlə, bəzən insanlar başqasının övladına bu kimi ifadələri işlətməkdə necə cürət tapırlar, onu da bilə bilmirəm. Məsələ budur da, yəni ona etibar edirlər. Nə qədər qəlbin qarı olmalıdır uşağa bu sözü demək üçün? Təbii ki, ümumiyyətlə, hal-hazırda hansı bir mühitə kim etibar edir? Yəni. Varmı belə bir mühit? Məsələ budur. O yüzdən də uşaqlarınızı verdiyiniz yerə və bu mən valideynə deyirəm, problem bilirsiniz nədə olub əslində? Problem sizdə olub. O uşaq özgüvəni, özünə dəyəri anlasaydı, onun sözünün qarşısında o adama sözünü deyib tamamilə, yəni bunu heç bir travma olaraqdan yaşamayacaqdı. Sonda nə oldu? Həmin o uşaq, yəni yanıma gəldikdə artıq nə durumlarını deyirəm. Yəni heç kəslə münasibət qurmurdu. Hətta özəl təhsil aldığı müəssisədə stolun altına keçirdi. Bəzən keçirdi stolun altına, heç kəs onu görməsin deyə. Məsələn, tədbirlər, konferanslar olurdu, ən sonda olurdu. Görünmək istəmir. Bəli, görünmək istəmirdi. Yəni çox şükürlər olsun ki, biz
12 seansla, mən adətən seansları 10-12 arası həll edirik. Bu sırf asosiallıq və özgüvənsizlik məsələsi ilə bağlı. Məsələn, həmin balamızla nəticəmiz 8 seansa özgüvəni bərpa olundu. Daha sonra həmin o indi hal-hazırda dediyim uşağım böyük efirlərdə çıxış eləyir. Hətta bəli, bir neçə dəfə məsələn olduğu müəssisədə aparıcı mövqeyində iştirak eləyir. Hətta mükafatları alır. Yəni maşallah. Artıq tam bir yəni asosiallığı qalxıb tam sosial bir uşaqdır və özünü bəyənir, özünə dəyər verir. Məsələ budur. Yəni bunu əslində hər kəs eləyə bilər. Bayaq gözəl sual verdiniz. Biz hardan başlayaq? Biz ailədən başladıq və ailədən daha sonra uşaq harda özünü təsdiq eləyə bilər? Məktəbdə və cəmiyyətdə. Ailə ona sağlam özgüvən versə, artıq məktəbdə nə olacaq? Uşaq daha da özünü təsdiqləmiş olacaq. Əlbəttə. Və ikinci, mən deyərdim hər zaman elə deyirəm məktəb üçün, ikinci bir ailədir məktəb bizə. Bəli. Və əgər orada ailə boşuna müəllimləri ikinci ana adlandırmırlar ki. Bəli, məsələ budur. Və həmin o ana dediyimiz təbii ki, ikinci ana olaraq da nəzərdə tutduğumuz məktəb müəllimlərimiz çox təəssüflər olsun ki, bəli, uşaqlarımızın özgüvənini sındıran ən böyük mühitdir. Hal-hazırda məktəblərimizdəki olan ciddi problemlər, məsələn baxırsan, məktəbə qədəri gül kimi oxutduruq. Biz sırf mərkəzimizdən danışıram. Mərkəzimizdə uşaqlarımız məktəb səviyyəsində, lisey səviyyəsində uşaq hazırlanır. Çünki imtahanlara hazırlıq mövzusunda aparılır və Avropa liseyinə uyğun olaraqdan təlim təhsil veririk biz. Nəticə nə olur? Bir il gedir uşaq, bəli, hər şey gözəl. İkinci ilində artıq axı bizim öyrətdiyimiz birinci ilə qədər bəs elədi ona. İkinci ilində müəllimlər necə bir münasibət bəslədilərsə, uşaq artıq başladı arxalara oturmağa, sırada keçir lap arxaya, valideynlərin dediklərindən mən indi analiz eləyirəm bunları. Keçir arxada oturmağa, başlayır heç kəslə münasibət qurmamağa. Hətta bildirir ki, ana, müəllimənin səsi çox məni incidir. Mən məktəbə getmək istəmirəm, məktəbdə oxumaq istəmirəm, dərsliklərdən uzaqlaşır, dərslərdən uzaqlaşır, özünü təsdiqi itirir, özgüvənsizlik başlayır və bununla nə olur? Cəmiyyətdə dəyərsiz bir uşaq. Əslində bəzən müəllimlərimizdən də öz peşəsinə layiq olmayan elə hərəkətlər görürük ki, təbii ki. Mən məsələn şahid olduğum bir hadisəni sizlə bölüşmək istəyirəm. Daha doğrusu bir valideyn olaraq bu problemi sizinlə paylaşacağım. Təsəvvür edin ki, sinifdə uşaq balaca qutular hazırlayır və öz sinif yoldaşları da belə deyək, pozanını qoymaq üçün özünə rəngli bir qutu hazırlayır. Sinif yoldaşları çox bəyəndiyi üçün deyir ki, bizə də hazırla o qutulardan və gəl biz ona qarşılığında sənə pul verək. Sənin zəhmətin hədər getməsin. Və müəllimə sinifə daxil olanda baxır ki, bütün masaların üstündə rəngli qutular var. Bu nədir? Bəs sinif yoldaşımız bizim üçün hazırlayıb içinə xırda belə deyək ləvazimatlarımızı qoyuruq. Bəs əvəzində pul məsələsi filan, müəllim qayıdır ki, sən alverçisənmi? Sən bunu bazara mı çevirmisən? O kağızları alıb cırır hamısını, atır onun üzərinə və çox eybəcər bir vəziyyət yaradır sinifdə və deyir, mən hətta soruşuram ki, deyirəm, yaxşı qutuları hazırladın, əvəzində qazandığım pul, yəni sənin pula mı ehtiyacın var idi? Deyir, yox, mən o pulları götürdüm, özümə rəsm fırçası aldım ki, hazırladığım qutuların üstünə şəkil də çəkə bilim. Yəni sərf etdiyi ünvan belə məqsədlidir. Yəni orada pedaqoq olaraq sənin ona dəstək verməyin, yəni bəlkə də düz yol göstərməyin əvəzinə sən ona bir travma vermiş oldun. Əlbəttə. Sizə indi bir əsas bir nüansı vurğulayım. Sizin hələ buradan görmədiyiniz bir sahəni deyim ki, biz uşaqların algı və satqı mövzularında əslində böyük bir təlim keçirik. Bəs bütün master klasslar, məqsədimiz nədir burada? Uşaqlarımızın özgüvəni formalaşsın və hətta özümüz belə uşaqların hər hansı bir düzəltdiyi əl işlərini satın almayla eləyirik. Nə gözəl, sən bunu satarsanmı, bunu ala bilərəmmi? Və burada nə yaranır? Uşağın daxilində böyük bir iş adamı, dizayner, bəli, düşüncələri, artıq öz düşüncələrini sata bilirəm. Yəni bu hisslər yaranır. Bütün xarici ölkələrdə hal-hazırda yəni buna çox ciddi şəkildə önəm verilir və təlimlərin ən əsasında sırf bu gedir. Algı və satqı münasibətlərinin yaradılması, təşkili. Məsələn, həmin o uşaq üçün siz nə qədər etsəz də
yəni nə danışsaz da, o uşağın mən sizə deyim ki, 10 ildən sonra belə bütün hissləri və bütün duyğuları onunla da sındı. Və hər zamanda o müəlliməni xatırlayacaq. O qutunu görməyi və yaxud da o qutunu xatırlamağı artıq o müəllimənin vurduğu böyük bir travma. Bildiyiniz uşaq nevroz idi artıq. Müəllimənin dediyiniz kimi siz o səs söhbətini elədiniz bayaq. Oradan mən onu xatırladım ki, müəllimənin səsini eşitmək istəmir. Eyni vəziyyət idi. Məktəbin qapısına çatana yaxın əlləri əsməyə başlayırdı. Ki mən sinifə girmək istəmirəm, sinifə getmək istəmirəm. Hətta müəllimənin sinifdə uşaqları lağ obyektinə qoymasını mən sonradan eşitdim. O 2 alıb gəlin gülək ona. Yəni uzun illərin saçlarını ağartmış bir pedaqoqun belə hərəkətlər etməsi həqiqətən qəbul olunmazdı. Bəli, mən elə bir uşağımızın həyatından da birini danışım. Çox təəssüflər olsun ki, bunlar çoxdur. Yəni bu tip müəllimlər çoxdur həqiqətən də. Ana, ata işləyən bir valideynlərdir. Bu da bizim mərkəzimizə müraciət edən bir uşaq idi. 5-ci sinif idi bizim mərkəzə gələndə. Yoxladım uşağı, gördüm ki, uşaqda zəka geriliyi var. Yəni durum olaraqdan uşaq 5-ci sinif səviyyəsində deyil. Hətta mən siniflərini bir-bir yoxladıqca gördüm, yox, bu daha da aşağıdır və sonradan bəlli oldu ki, mən yalnız hərflərdən başlamalıyam. Yəni uşağa bildiyiniz kimi hərflərdən başlamışam. Bir il içində mən anaya bildirdim ki, mən ona dəstək olacağam, amma ev tapşırıqlarını da özüm eləyirəm. Necə eləyirdim? Oxuyurdum, mətni yadında saxlayırdı, gelirdi, məsələn, danışırdı müəlliməyə o şəkildə, amma dərslərini mən yazırdım ona ki, kömək eləyim və o yaza bilsin. Uşaq çox özünə güvəndi və gimnastika üzrə həqiqətən də buradan salamlayıram Zəhra balamızı, yəni adını da deyəcəm. Çünki Zəhram hal-hazırda həyatdadır, yəni. Hər hansı bir durumda olmasa baxmayaraq biz onu yenə də sevirik. Deməli, Zəhra çox gözəl gimnastikanı bacarırdı. Bu mənə çox ağır bir travmalı bir haldır. Yəni mən xatırladıqca həqiqətən pis oluram. Gimnastikanı bacardığı üçün. Ay, Rəşidə xanım. Həmişə deyirdi ki, Rəşidə müəllimə, məni gimnastika müəlliməsi kimi bura götürərsinizmi? Demişdim ki, söz vermişdim ki, bəli, sən burada gimnastika müəlliməsi olacaqsan. Zəhra böyük bir travma almışdı məktəb müəlliməsindən. Bunu da valideynləri bilmirdi. Bunu mən necə bildim? Növbəti bir kömək edən bir psixoloq götürmüşdüm özüm üçün. Onun sən demə uşağı ilə bir yerdə oxuyublar Zəhra. Mən ona məlumatım yox idi. Bildirdi ki, mənim uşağım böyük ağır travma almışdı o müəllimədə. Mən o sinifdən çıxartmışdım. Hətta bir ilin içində 4-5 uşaq bir çıxdı. Sonra sinifdə ümumiyyətlə uşaq qalmadı. Cəmi 9 uşağı qalıbmış həmin o müəllimənin sinifində. Direktorla danışıqlar necə aparılıbsa uşaq yenidən yığılıb da uşağa. Zəhra həmin o sinifdə qalan uşaqlardan biri idi. Həmin o 9 uşaqdan biri olub. Sən demə Zəhra balamız 4-cü sinifə qədər valideynlərinə bildirmədən, yəni hansı ki müəllimə orada göstərdiyi şiddətin qarşısını ala bilmədiyi üçün, deməli orada hər dəfə deyilmiş ki, valideynlərinizə desəz başınızı zibil qutusuna salacağım, hətta deyəsən salırmış da, tam dəqiq bilmirəm, amma uşağın xatırladıqlarını deyirəm. Sonra sıçanlarla qorxuzurmuş ki, sizi sıçanların yanına aparacağım, belə eləyəcəm, vururmuş uşaqları. Həmin o köməkçi psixoloq dediyim insan öz uşağını çıxardıb oradan. Çünki uşaq qorxub, travmadan ayılıb. Ondan sonra bu da ana da psixoloqdur da. Müəyyənləşdirib ki, uşağının hardadır problemi, oradan da götürüb müəllimədən. Zəhra isə anası atası işlədiyinə görə hətta ana əlavə müəlliməyə ödənişdə verir ki, mənim uşağımla əlavə məktəbin proqram dərsində hazırla ki, mənim zaten ona vaxtım yoxdur. Sonda nə olub? Deməli, biz artıq 6-cı sinif idi. Zəhra balamızı mən anaya hər dəfə bildirirdim ki, yəni bu uşağın məktəbə getməyə mənası yoxdur. Yəni bu uşaq öyrənə bilmir və həyata özünü təsdiqləyə bilmir. Bu uşağın gəlin qabiliyyətlərini yetişdirək. Bu uşağın bacarığı var. Niyə onu hamı oxuyub alim olmalı deyil? Mən burada hər zaman da onu vurğulayam. Hal-hazırda dövlət başçımızın belə gözəl bir sözü var. Diplom boşdur. Bacarıqlarınızla gəlin. Hanı o bacarıq? Var da bu uşağın bacarığını. Mənə nə lazımdır ki, Zəhranı həyatda xoşbəxt edəcək bir durum varsa, çoxmu lazımdır onun məktəbdə hansısa bir akademik bilgilərinin olmağı? Vacib deyil ona. Yəni, bu yüzdən ana 6-cı sinif idi, hardasa dekabr, elə bu aylara yaxın idi, dekabr ayındaydıq. Anaya bildirdim ki, bəs Zəhranı
gəlin məktəbini gedək direktorla danışaq. Mən də bir psixoloq olaraqdan yanınızdayam. Həll eləyək, yəni məktəbi dayandıraq, ümumi məqsədə uyğun olaraqdan, yəni zaten bilirik ki, bu uşaq orada deyildi, oxuya bilmir və buna daha sağlam bir mühit təşkil eləyək də, yəni uşaq daha xoşbəxt olsun. Ana bildirdi ki, müəllimə, yanvardan eləyərik də, indi dedi ilin sonudur, biraz narahatçılıqlarımız, qabaqdan bayramlar gələcək, belə olacaq. Dedim, yaxşı. Və nə oldu? Yanvar ayının 26-sında Zəhra komaya düşdü. Birdən-birə evdə qızdırmadan komaya düşdü və Zəhranı xəstəxanaya ancaq çatdırdılar. Sən demə, Zəhra uşaqlıqdan gizli şəkər olub, valideynlərin qorxudan olub, bu bilməyiblər, valideynlərin məlumat olmayıb və bu uşağın o şəkəri onun həyatını tamamilə məhv elədi. İndi hal-hazırda Zəhra, yəni hətta nə danışıq, nə əl hərəkət, yəni heç bir bədən bu dərəcədə deyil, bəli. Beyin tam, yəni yatmış bir haldadır. İndi hal ancaq gözləri ilə xatırlayır və onun yanına gedəndə Allah şəfasını versin inşallah. Amin. Allah bütün balalara yardım eləsin. Gedəndə yalnız gözləri ilə məni təsdiqləyir ki, hə müəllimə, məni və Talim müəllimə bizi görəndə, yəni o gözləri ilə bildirir ki, mən sizi tanıyıram. Bir uşağın həyatını bax müəllim bu şəkildə məhv etdi. Buna görə də əziz valideynlərə buradan müraciət eləyirik. Yəni uşaqlarınıza boş yanaşmayın. Uşaq əgər bir yerdən, bir mühitdən narahatdırsa, əmin olun ki, nəsə var orada. Yəni mümkün deyil. Bir uşaq xoşbəxt olduğu mühitdə rahat gedir. Hətta bizim öz müəssisəmizdən söhbət gedir. Valideynlərimizə bildirdiyim hər zaman bu olur ki, deyirəm, bax maması evə gəlir, narahatdır mı? Deyir ki, yox, hər şey aladır. Yəni uşaq xoş. Bura deyirəm, səhər gələndə mərkəzə, oxu tədris mərkəzinə özünü necə hiss edir? Deyir, uça gəlir. Deyirəm, deməli uşaq xoşbəxtdir. Bitdi. Yəni sənə bu lazımdır deyirəm. Uşaq mühit olaraqdan əgər ora rahatlıqla gəlirsə, deməli xoşbəxt. Ümumiyyətlə Rəşdə xanım, bizdə uşaqlara qarşı bəzi məsələlərdə sən uşaqsan, onun fikrini almamaq, uşağın fikrini önəmsəməmək, hərəkətini və reaksiyasını önəmsəməmək kimi bir problemlərimiz var. Anlayıram. Hətta bir xanım məsələn danışır ki, nənəmiz xatın bir nənəmiz danışır. Deyir, bir dəfə oturmuşuq, böyüklərlə söhbət eləyirik. Sadəcə reaksiyamıza görə danışıram mən bu hadisəni. Deyir, gəldi nəvəm başladı deyir, balacadır deyir, yenicə danışmağa başlayıb, başladı deyir, ətəyimin aşağısını çəkməyə ki, gəl, yanıma gəl. Deyir, biz də söhbət eləyirik. Yaxşı ki deyir, reaksiya verdim və çevrildim, qalxıb deyib çağırdığı yeri getdim. Adətən biz uşaqlara reaksiya verməliyik və onun çağırdığı yeri getməliyik. Getdim ki deyir, mətbəxi yandırıb. Yəni mən deyir, yerimdən qalxıb getməsəm evimiz yanacaqdı. Ona görə bəzən bizim uşaqlar, əgər uşaq səni çağırırsa, sənə bir şey reaksiya verirsə, sənə bir söz deməyə çalışırsa, biz adətən eşitmək istəmirik uşaqları. Bəlkə sənə həqiqətən önəmli bir şey deyir. Yəni bəzən görürsünüz ki, uşaq çox məsələn eşitməni, qulaq as, ana, ata çağırır. Bəzən görürsünüz biz çevrilmirik. Amma çevrilib bir üzünə baxıb dinləyəndə görürsən ki, həqiqətən vacib bir söz deyirmiş. Və uşaqların ən xoşuna gəlməyən şeylərdən biri odur ki, valideyn onun üzünə baxmadan danışır və ona ümumiyyətlə əhəmiyyət vermir. Bəli. Göz-gözə gəlmə yox. Bəli, göz kontaktı çox önəmlidir. Məsələn, qab yuyur, uşaq arxadan darta qalır. Çevrilin və danışın. Adətən görürsünüz ki, mən həmişə övladlarıma belə nəyisə izahını verəndə, hətta kənardan iş yoldaşlarım bəzən baxır ki, sən nə qədər səbirlisən, hər şey niyə bu qədər detalına gedirsən və izahat verirsən? Dedim, yaxşı, biz valideyn isə o mənə sual verdiyi an, mən ona izahat vermirəmsə, o izahatı o kimdən almalıdır? Yəni bir boru barəsində mənə sual veribsə, mən o borunun hər şəklini ona izah eləyirəm. Yəni mənim üçün bu, yəni mən yorucu deyil bu mənə. Yaxşı, məndən öyrənməyəcəksə, kimdən öyrənəcək? Sualı mənə verirsə, deməli məndən öyrənmək istəyir. Və mən hər zaman valideynlərə bildirdiyim bir şey də var ki, artıq yeniyetməlik yaş dövrünə biz başlayırıqsa, hər zaman bir psixoloji seansda da valideynə bildirmişdim. Dedi ki, müəllimə, sizin dediyiniz kimi oldu. İndiyə qədər, yəni deyirəm, soruşduqda ki, valideynə deyirəm ki, uşağı istədiyi bir mühitə aparırsanmı, gəzdirirsənmi? Yəni evində tək bir uşağı var. Bildirirəm valideynə, deyir ki, ay müəllimə, bütün günü parkdayıq, nə bilim, filan restorandayıq, filan. Deyirəm ki, bunlar sayır da ana, əyləncə mərkəzi filan gün ərzində, məsələn, həftəlik hara getdiklərini. Deyirəm, nə gözəlsiniz, nə yaxşı belə gəzirsiniz. Ümumiyyətlə, bunların hamısını Ayşə sizdən istəmişdimi?
deyir ki, ay müəllimə, uşaq daha nə istəyər? Uşaq onu istəməyib axı səndən. Uşaq əylənmək istəmirdi, uşaq gəzmək istəmirdi. Bəlkə həmin gün o səninlə oturub bir yerdə hansı bir oyun oynamaq istəyirdi. Niyə maraqlanmırsan? Niyə soruşmursan? Və mən ona bildirmişdim ki, sənin indi soruşmadığın uşaq sabah qapını çırpıb səni otağına buraxmayacaq. Və inanın ki, elə həmin dediyim kimi də oldu. Bir gün evdə söhbət olub ana ilə arasında və öz qapısını çırpıb otağına girib qapını bağlayıb ki, otağıma girməyə icazə vermirəm ata gələnə qədər. Yəni gəldi ana mənim bu sözü deyəndə dedim müəllimə, mən heç nə eləyə bilmədim. Siz deyir necə bilirdiniz ki, o elə eləyəcək? Zaten durumlar bəllidir. Uşaq artıq yeniyetməlik yaş dövrünə başlayıb. Elə ən çox da belə deyə o qısa qapanmalar o dövrdə başlayır. Çünki uşaqlar valideyn istəməyə başlayır. Sənin saymadığın, sənin önəmsəmədiyin uşaq artıq səni önəmsəmir. Artıq üsyan etməyə başlayır. Çünki hər şey qarşılıqlıdır. Bu dünyada heç nə qarşılıqsız olmur. Yəni bir zaman sənə ana deyəndə sən onu necə cavabsız qoyurdun? İndi sən oğul deyəndə o da sənə cavabsız qoyacaq. Məsələ budur. Aydındır. Xəbəriniz olsun ki, son dövrlər psixoloqların və dünya psixoloqlarının da həyəcan təbili çaldığı məsələlərdən biri budur ki, dünyada depressiyaya meyilli insanlar çoxalır. Tənhalıq sindromu, bunu dolayısıyla yalquzaq sindromu da adlandırırlar ki, bu sindrom çoxalmağa başlayıb. Elə mən bugün bu mövzumuzu danışanda mən həmin o hadisələri xatırladım ki, bugün psixoloqların o həyəcan təbili çaldıqları məsələlərdən biri də məhz bugün asosiallıqdan başlayır. Bugün asosial olan bir uşaq sabah təbii ki, streslə, depressiyayla elə o yalquzaqlıq sindromuna gedəcək və sözün əsl mənasında dünya psixoloqları buna xüsusi olaraq bir diqqət çəkməyə başlayıblar ki, insanlarda tənhalıq duyğularını uzaqlaşdırmaq lazımdır. Yəni bu qədər tənhalaşma nəyə gətirib çıxaracaq? Nəticəsi təbii ki, cəmiyyətlər üçün ürəkaçan olmayacaq. Bu arada mən nömrələri vurğulamaq istəyirəm. Oxu Tədris Mərkəzinə müraciət etmək istəyən övladlarınızın hər hansı bir problemi varsa və müraciət etmək istəyirsinizsə 050 996 81 80 nömrəsini yığa bilərsiniz. Ünvan Qara Qarayevdir. Azərmanafov 37-39 ünvanı. Qısa bir fasiləmiz olacaq. Fasilələrdən davam eləyəcəyik. Bugün mənim həm söhbətim Rəşidə Allahverdiyavadır. Oxu Tədris Mərkəzinin rəhbəri, eyni zamanda Amerika Psixologiya Assosiasiyasının həqiqi üzvü, həm psixopedaqoqdur, psixoloqdur, psixoterapevtdir. Uzun müddətli pedaqoji bir təcrübəyə sahibdir. Təkcə 12 illik dövlət bağçasında müəllim olaraq fəaliyyət göstərib, beynəlxalq tədbirlərdə spiker olaraq fəaliyyəti var və yetəri qədər də təcrübəsi var bu sahədə. Əgər övladlarınızı peşəkarların əlinə həvalə etmək istəyirsinizsə, Rəşidə xanıma üz tuta bilərsiniz. Qısa bir fasilə sonrası Media Doktor davam eləyəcək. Media Doktoru dinləyirsiniz. Media Doktor davam eləyir. Rəşidə Allahverdiyeva studiyamızın qonağı da Amerika Psixologiya Assosiasiyasının həqiqi üzvü, Oxu Tədris Mərkəzinin rəhbəri, psixoloq, psixoterapevt, psixopedaqoq, eyni zamanda 18 illik pedaqoji bir təcrübəyə sahib, 12 il dövlət bağçasında təkcə fəaliyyət göstərib və uzun illər artıq bu sahədə bir təcrübəsi olan mütəxəssislərdəndir. Hal-hazırda Oxu Tədris Mərkəzində fəaliyyət göstərir. Oxu Tədris Mərkəzi isə Qara Qarayevdə yerləşir. Azərmanafov 37-39 ünvanında. Əlaqə saxlamaq istəyən dinləyicilərimiz 050 996 81 80 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Bizi yığmaq istəyən dinləyicilərimiz isə 055 999 1055 sizin ixtiyarınızdadır. Deməli, fasilədə layihə rəhbərimiz vurğuladı ki, müəllimlərdən etiraz səsləri ucalmağa başlayıb ki, niyə belə fikirlər səsləndirirsiniz müəllimlərin ünvanına? Əslində biz bugün burada travmalardan danışırıq. Biz bunu bütün müəllimlərin ünvanına şərh etmirik, ünvanlamırıq. Amma əgər xatırlayırsınızsa, Rəşidə xanım vurğuladı ki, bu iki mühitdə ən çox baş verə bilir. Valideyn, ailə mühitində və təbii ki, müəllimlərlə olan ünsiyyətin məktəb mühitində. Biz bugün mövzumuz travmalar olduğu üçün, asosiallıq olduğu üçün təbii ki, hadisələrin çatışmayan tərəflərini deyirik. Biz demirik ki, bütün müəllimlərimiz bu belə hallar yaşadır uşaqlara, amma biz olan faktlar üzərindən danışırıq. Biz burada faktlarla biz bunları səsləndiririk. Asosiallığı yaradacaq mühit səbəblər, hansıdır? Bəli. Dediyimiz kimi ailə mühiti və
məktəb mühiti, Bəli. yoldaşlar arası, həmyaşlılar arası və bu yaxınlarda sosial şəbəkələrdə bir video çıxmışdı. Yəqin ki, çox adam bilir bunu. Hər kəs bir cür qarşıladı münasibəti. Müəllim necə pozitivdir filan. Nəticə olaraqdan əslində pozitivlik yox idi orada. Bir uşaq ingilis dilində öyrəndiyi sözləri tələffüz etməyə çalışır. Sadəcə tələffüz edə bilmir. Fərqli tələffüzlər çıxır. Bu da hardasa 2-ci, 3-cü sinifin şagirdidir və müəllimə bunu çəkir. O uşaq dedikcə cavabı özü də gülür, şagirdlər də gülür. Özü də gülür, şagirdlər də gülür. Nə gözəl. Bəs ay müəllim, bunu düşünürsənsə, indi sən o telefonu kənara qoyduqdan sonra, sən o uşaqlarla sağollaşdıqdan sonra onun həmyaşıdlar arasında münasibəti onu hansı yerə qoyacaqlar uşaqlar? Necə münasibət göstərəcək? Onun dediyi hər hansısa bir sizin indi şirin dediyiniz sözü axı həmyaşıdları olduğu kimi qəbul eləməyəcək. Bəli, onlar adekvat yanaşmayacaq. Mən hər zaman dediyim bir şey var. Uşağın sərt bir tənqid atəşi olacaq. Təbii ki, uşağın özünü qiymətləndirilməsində ən böyük düşməni uşağın özüdür. Uşaq uşağa düşməndir. Bəli. Bu mövzuda. Həmişə deyirlər ki, ən sərt tənqidçilər uşaqlardır. Təbii ki. Və bir də yaşıdları şəxsən demirəm, dünənki məsələn seansdan danışa bilərəm. Yəni bir qızın həyatını Allah qorusun, yəni adını çəkmək də istəmir adam. İntihara qədər aparacaq bir durum sizcə hardan qaynaqlana bilər? Yəni yaşıdlarından. Bəli. Və biz məktəblərdə son dövrlər bullying hallarının da olduğunu görürük. Təbii. Yəni niyə biz bunu danışmayaq? Niyə biz problemlərimiz haqqında eşitmək istəmirik? Düzdür, bizim çox gözəl müəllimlərimiz var, əməkdar müəllimlərimiz var, öz peşəsini layiqincə yerinə yetirən gözəl mütəxəssislərimiz var. Amma bu demək deyil ki, hamı yaxşıdır. Təbii ki, çatışmayanları da deməliyik. Bizim ən böyük problemimiz odur ki, çox təəssüflər olsun ki, biz burada maariflənmək istəmirik. Bəli. Bu problem məndə varmı? Varsa mən bunu necə aradan qaldıra bilərəm? Bəli. Mən bir müəlliməm, mən bir metodistəm, mən bir psixoloqam, psixopedaqoqam. Görəsən mənim hansı cəhətim çatmır? Bunu mən indi rəhbər olaraq çalışıram və işlədiyim müəssisədə müəllimlərimə də bildirirəm. Bəzən müəllimlərimizin məsələn ən böyük yanlışlarından biri də bunu da deyək. Məsələn, biz bilirik ki, hamı eyni halda öyrənə bilməz. Bir uşağın müəyyən bir bacarığı varsa, digərinin fərqli bir yöndə bacarığı var. Sırf bu sualın üzərinə gəlirdim, necə məni qabaqladınız? Yəni bunu hamı wunderkind ola bilməz axı. Yəni biz standartlar yetişdirməyə çalışırıq. Uşaq abituriyent səviyyəsində, məsələn, abituriyentdən danışaq, standart formada bunları əzbər eləməlidir, bilməlidir, öyrənməlidir ki, instituta versin və instituta qəbul olsun. Nə gözəl. Bacarığı çatmırsa nə etməlidir? Bacarıqlarımızı yetişdirməyə istəmirik. Hansı ki, o uşağın məsələn ola bilər ki, rəssamlıqda möhtəşəm qabiliyyəti var idi. Məsələn, onun fərqli bir yöndə özünü təsdiq edir. Çünki biz indi bilirik də müasir dövrdür. Hər kəs ali təhsilli, hər kəs müəllim, hər kəs həkim ola bilməz. Yəni bizim bir deyirəm, çilingərə ehtiyacımız yoxdurmu? Bizim bir mühərrik ustasına ehtiyacımız yoxdurmu? Bir aşpaza, bir ofisianta ehtiyacımız yoxdurmu? Ən öndə olacaq bir sahələrdən biridir. Bəlkə bu uşağın quraşdırmada daha çox bacarıqları var idi. Niyə əziz valideyn o uşağı yönləndirəndə mən həkim olmaq istəmişdim, ola bilmədim, sən həkim olacaqsan. Yox, mən demişəm. Adicə bir valideyndən soruşursan ki, məsələn, uşaq oturub, ana oturub, deyirəm ki, böyüyəndə nə olmaq istəyirsən? Anası deyir ki, həkim olacaq, demişəm, həkim olmalıdır. Baxıram, deyirəm, indi elə söhbət dünənki söhbətdən də gətirim. Uşaq deyir, dizayner olmaq istəyirəm. Amma anam deyir ki, müəllim olacaqsan. Yəni uşaqların durumu həqiqətən acınacaqlıdır. Yəni sırf o nümunəni həyatda gördüyüm üçün Rəşdə xanım sizə deyim, iş yoldaşımın belə deyək, qızının övladı. İş yoldaşımın qızının övladı təsəvvür filologiya üzrə universiteti bitirdi. Diplomu gətirdi, anasının qarşısına qoydu ki, ana, sənin diplomunu almışam. Demir, mən öz diplomu almışam. Ana, sənin diplomunu almışam. Çox sağ ol, mən filoloq olmayacam. Heç dil ədəbiyyat müəllimi də olmayacam. Mən dizayner olmaq üçün kursa yazılmışam. Və getdi dizaynerliyinin arxasıca. Sırf dediyiniz təcrübəni həyatda görmüşəm. 4 ili uşağın hansı ki özünü yetişdirə bilərdi, daha çox kəşf edə bilərdi bir gənc olaraqdan. Nə oldu? 4 il lazım olmayacaq bir sahədə özünü yetişdirməyə çalışdı. Hansı ki o diplomu da aldı və siz deyən kimi doğru iş görüb valideynə. Çünki valideynə məxsus idi o diplom. Artıq yəni o uşağın özünü həyatda təsdiqləməsi üçün lazım deyildi, gərəkli deyildi. Və ən böyük problemlərdən elə məhz biri də bu idi ki, uşağa özünü təsdiq etməyə heç kəs imkan vermir. Heç kəs danışmır.
Rəşid xanım, bir vaxtımız çox az qalıb, daralmaq üzrədir. Bir psixoloqun yanında uşaq nə qədər ola bilər? Bəzən görürsünüz, valideynləri danışdıranda deyir ki, məsələn, filan qədər övladıma pul xərcləmişəm, amma heç bir nəticəsini almadım. Bəli, bununla bağlı sizin fikrinizi bilmək istəyirəm. Açıq danışaq ki, ümumən, bəli, biz bilirik ki, məsələn, ağır, Allah qorusun, elə durumlar var ki, bu təbii ki, yetişkin psixologiyasındadır ki, onlarda, məsələn, şəxsiyyət pozuntularında 25, 30, 36, hətta inanın ki, 2 ilə qədər davamlı şəkildə işləniləcək bir psixoloji durumlar var. Çünki şəxsiyyət pozuntusu da adam bəllidir, yəni. Burada və bir də tək psixoloq işləmir, psixiatr da ona bərabər işləyir. Hətta lazım olsa nevroloq da ona qoşulur. Bu bərabər bir şəkildə yetişkinlərdə bu təbii ki olur. Amma biz əgər bir uşaqdan danışırıqsa və bir də psixoloji durumu danışırıqsa, əgər hər hansısa bir problemlə gəlibsə valideyn, bu təbii ki, sağlam uşaqdan söhbət gedir. Bunda əslində seans 10-12 seans olmalıdır. Daha sonra ara verilməlidir. Çünki uşaq görə tətbiqatı necə elədi. Daha sonra yenidən əgər ehtiyac varsa, təbii ki, 10-12 seans yenidən başlanmalıdır. Amma çox təəssüflər olsun, həqiqətən bir çox valideynlərdən, yəni eşitdiyimiz məsələlərdən biridir. Deyir ki, soruşuram ki, uşağın durumuna, məsələn, baxıram ki, uşaq 3-cü şəxsin dilindən danışır. Özü haqqında heç vaxt mən elədim demir. Məsələn, adını deyərəkdən deyir ki, Zeyd elədi. Və ya da Namiq elədi, məsələn, belə. Bildirirəm ki, bəs ümumiyyətlə psixoloqa müraciət eləmişdinizmi? Yəni özünü dəyərləndirmə, özünü qiymətləndirmə ilə bağlı olaraqdan işlənilib. Deyir ki, hə müəllimə 3 il yarımdır getmişik. Yəni 3 il yarım deyirəm nə ilə işlədi? Hansı travmanı qaldırmağa çalışdı və ya da hansı anlayışı ona yükləməyə çalışdı? Deyir, bilmirəm ki, o yəni orada zaten psixoloq özü keçirdi. Deyirəm, video görüntüləri varmı ən azından keçdiyi mövzularla bağlı? İndi bu təbii ki, psixopedagoji də təlimə aiddir, tək psixoloji iş deyil. Çox təəssüflər olsun. Bəzən elə bir durumlar var ki, ola bilsin ki, bu güvən hissi ilə əlaqədardır. Yəni o qədər güvənirlər ki, qarşı tərəfə və nəticə gördü, görmədi, kör-körənə aparır, gətirir ki, nə zamansa irəliləyiş görünəcək. Öyle isə sualıma belə bir düzəliş də eləyim ki, nə zamandan artıq valideyn psixoloqdan nəticə görməyə başlamalıdır? Əslində qalanda, məsələn, artıq 5-ci seansda artıq nəticə olmalıdır, başlanmalıdır. Yəni dəyişikliyi görməlidir valideyn. Amma ilk konsultasiyadan artıq nəticə vermək olar. Yəni. Çünki məsələn elə yeni götürdüyüm bir ikinci, hələ birinci seansımız olub. Bir dəfə konsultasiya, artıq bir də seans olaraqdan başlamışıq. Konsultasiyada sadəcə uşaqla tanışlıq elədik. Valideyn çox razılıq elədi. Nə mənada razılıq? Yəni evə gedəndə dedi ki, tamam fərqli bir tərzdə oldu və gəlib dedi, məni qucaqladı. Hansı ki, axşam böyük bir uşaq həm şiddət görüb ata tərəfindən, eyni zamanda da ümumən özünü, yəni çox, necə deyim, çox pis haldaydı uşağın durumu. Mən valideynə bildirdim ki, mövzuya heç giriş eləmə, yəni dünənki hadisələri ümumiyyətlə xatırlamasın, yəni heç bir giriş eləmə. Zaten günah sizdədir əslində durum olaraqdan. Və ona da dediyim kimi də eləyib, yəni heç bir şey danışmadan deyir, sadəcə getdik müəllimə evə gedən kimi gəldi, deyir, bir də məni qucaqladı ki, ana mən bağışla, dünən səhv eləmişəm. Və ondan sonra artıq seansa başlamış. Həqiqətən uşaqlardan çox rahatlıqla və tez bir zamanda nəticə görmək olur. Hətta ən gözəl uşaq, necə deyim, mən hər zaman dediyim bir şeydir. Əslində yetişkin psixologiyasında bilirəm. Yəni istəsəm onlarla işləyə bilərəm. Durumum zaten, yəni gücümüz var. Amma nəticə olaraq uşaqlarla işləmək daha gözəldir. Yəni əgər bir insan özünü xoşbəxt hesab etmək istəyirsə, inanın girsin uşaqların içərisinə. Ən çox da burada yenə də vurğulayardım. Sağlam uşaqlarla bərabər xüsusi qayğıya ehtiyacı olan uşaqlar tamam başqadır. Yəni onların sevgisi də elə xüsusidir. Bunu artıq neçənci psixoloqdur dilimizdən eşidirəm ki, çox maraqlı olur. Bu arada mən sizə təşəkkür edirəm Rəşdə xanım. Çox sağ olun gəldiyiniz üçün. İnanın bir saatin necə keçdiyini bilmədim. Bəli, həmişə belə olur. Müsahiblərimiz narahat olur ki, necə olacaq? Deyirəm, necə keçəcək, özünüz də hiss eləməyəcəksiniz. Rəşdə xanım studiyamızın qonağı idi. Allahverdiyeva, Amerika Psixologiya Assosiasiyasının həqiqi üzvü, Oxu Tədris Mərkəzinin rəhbəri, psixoterapevt, psixopedaqoq, psixoloq mütəxəssisimiz. Deməli, Oxu Tədris Mərkəzinə müraciət eləyərək öz övladlarınızın problemləri ilə bağlı hər hansı bir müraciətiniz varsa buyura bilərsiniz. Ünvan Qara Qarayevdir. Azərmanafov 37-39 ünvanı. Əlaqə nömrələri isə 05996 81 80-dir. Biz ayrılan vaxt yekunlaşır sizinlə. Mən idim Sona Bunina, Media Doktoru dinləyirdiniz. Özünüzə yaxşı baxın.
Media Doktor. Sağlığın varlığındır.